Gərəl Əsgərova, Premium Akademinin kimya müəllimi. Bugün sizə kursumuzda, yəni 12 oktyabr keçirilmiş güvən sınağının kimya fənnin üzrə izahlarını verəcəm. Birinci sualımızda bizə deyir ki, kükürd atomunun maksimum həyəcanlanmış halında neçə orbitalı elektron saxlayır? Biz əgər kükürdün elektron formulunu yazsaq, deməli, kükürdün sıra nömrəsini verib bizə 16-dır. Elektron formulu 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 4 olmuş olacaq. Və bilirik ki, deməli, bu maksimum həyəcanlananda xarici təbəqədə olan bütün elektronlar boş orbital varsa əgər keçir və tək elektron əmələ gətirir. Kükürdün də xaricində 3D yarım səviyyəsi boşdur. D-nin 5 boş orbitalı var. Həyəcanlananda olur deməli 3s1, 3p3, 3d2. 3d2. İndi baxırıq, D-nin 2 orbitalında elektron var. P-nin 3 orbitalında elektron var. 3s-in 1 orbitalında elektron var. P2P'də 3 orbitalda elektron var. 2S'də 1 orbital, 1S'də də 1 orbital. Və ümumilikdə bunları cəmləsək 11 orbital elektron saxlamış olacaq. Cavabımız olur A variantı. Gəlir ikinci sualımıza. İkinci sualımızda bizə deyir ki, deməli, 3,1 vurulsun 10^23 molekul ozon və 1,5 mol CH4, 56 qram azot qazı, bunların həcmini, cəmini hesabla. Biz ilk öncə 3,1 vurulsun 10^23 sayda oksigen ozon molekulunu mola çevirək. Deyirik ki, istənilən maddənin 1 molu 6,2 vurulsun 10^23 sayda molekul saxlayır. Deməli, 3,1 vurulsun 10^23 sayda molekulumuz yarısı qədər, yəni 0,5 mol olacaq. X-imiz olur 0,5 mol. Həcmə çevirdikdə isə 0,5-i də vurmalıyıq 22,4-ə. Yəni, qazların normal şəraitdə həcmi 1 molu 22,4 litrdir. Və eləyir, deməli, X-imiz elədi 11,2 litr. İkinci maddə miqdarını verib 1,5 moldur. Onu da 11,2 litrə vursaq, daha doğrusu 1,5-i molar həcmə 22,4 litrə vursaq, bu da eləyəcək 33,6 litr. 56 qram azot isə azotun nisbi atom kütləsini verib 14, molekul kütləsi olur 1 molumuz 28 qramdır. Deməli, 56 qramımız neçə moldu? 2 moldu. 2 molda azot qazının həcmi 22,4-ə vuranda eləyəcək 44,8 litr. Deməli, hər 3 qazın birlikdə həcmi olur 89,6 litrə bərabər olmuş olur. Yəni, cavabımız olur B variantı. 62-ci sualımızın cavabı olur B variantı. 63-cü sualımızda bizə deyir ki, A0-dan gəlib AM-ə və -2 elektron, yəni 2 elektron verib. Bu zaman deyirik ki, onda M bərabərdir, müsbət 2 imiş. Deyir ki, burada bizə deyir ki, AM-in elektron sayı A0-ın elektron sayından çoxdur. Əgər element atomu elektron verirsə, say azalmalıdır. Deməli, birinci yanlışdır. A0-ın radiusu AM-in radiusundan böyükdür. Əgər element elektron verirsə, radius azalır. Deməli, ikinci doğrudur. Üçüncü, A0-ın proton sayı, AM-in proton sayı dəyişməyib. Ona görə 3-də səhvdir. AM kationdur. Bəli, element atomu elektron verir, çevrilir müsbət yüklü iona. Bu da kationdur. Cavabımız olur 2-4 variantı. Qarışıqdakı qazları verib, mol nisbətləri 1-ə bərabərdir. Qarışığın orta molar kütləsi havanın orta molar kütləsinə nisbətini hesablayın deyir. X qazını müəyyən edin. Orta molar kütləsi M orta bərabərdir.
Nü1 M1 plus Nü2 M2 bölünsün Nü1 plus Nü2. M-ortanın düsturunu bu cürdür. Və Nü1-in Nü2-yə nisbəti 1-ə bərabərdirsə, düsturumuzu yazaq buradan. M-orta bərabərdir. Nü1 M1 plus Nü2 M2 bölünsün Nü1 plus Nü2. Düsturumuzu yazdıq buradan. İndi Nü1-in Nü2-yə nisbəti 1-ə bərabərdirsə, Nü1-in Nü2-yə nisbəti 1-ə bərabərdirsə, oradan alırıq ki, elə Nü1 bərabər imiş Nü2-yə, molları bərabər imiş. İndi biz burada Nü1 Nü2 əvəzləməsini etsək, onda orta molyar kütlə üçün deməli yaza bilərik ki, C2H4 qazının emeri, yəni nisbi molekul kütləsi eləyəcək karbon 12, 2-yə vurduq 24, üstə 4, 28. X qazını bilmirik. Hər biri bərabər mol miqdarlarında olduğuna görə yazacaq. Nü1 Nü2 əvəzləməsini eləsək, yazırıq ki, 28 Nü1 üzərinə gəlsin X Nü1 bölünsün. Nü1 də Nü2-yə bərabər olduğuna görə 2 Nü1. Nü1'lərimiz ixtisar gedir və bərabərdir deyir havanın orta molyar kütləsi. Havanın da orta molyar kütləsi 29'dur. Yəni 28 plus X bərabərdir 58'ə. X də bərabərdir. Deməli 28 plus X bərabərdir 58'ə. X də bərabərdir 58'ə 28'ə çıxsaq 30. Deməli, X qazının emeri, nisbi molekul kütləsi və yaxud da molyar kütləsi 30'a bərabərdir. Baxırıq qazlardan kütləsi 30 olanda NO-dur, cavabımız olur C variantı. 64-cü sualımızın cavabı olur C variantı. Gələk indi 65-ci sualımıza. Deməli, A X'in proton sayı A'dır, yükü müsbət 6'dır və neytron sayı elektron sayını verib. Elektron sayımız onda, yəni B bərabər olur A minus 6'ya. Və bizə verib ki, A'nın B'yə nisbəti neytron sayı da elə proton sayına bərabərdir. A'nın B'yə nisbəti 1,6'dır. A'nı bilmirik, A'nı yazaq. B'ni isə A ilə əvəz eləsək, yəni A-6 yazsaq, 1,6, yəni 10'da 16 yazıb ixtisar eləsək, biz də bunu deməli 2'yə getsə qalacaq 5'də 8. 5'də 8. Buradan da 5A bərabərdir 8A minus 48 tənasübü həll edirik. 3A bərabərdir 48'ə. A da bərabərdir 16'ya. Deməli, X elementinin nisbi atom kütləsini istəyir. Atom kütlə ədədinə bərabər olduğuna görə bu neytronu A-nı 16 tapdıq. Neytronu da A-dır. Protonu da A-dır. Olacaq 32. Cavabımız olur B variantı. Dövrü sistemin əsas yarımqrup elementində X-in xarici energetik təbəzgisində bir tək elektronu var və onun boş oksidinin uçucu hidrogenli birləşməsi. Uçucu hidrogenli birləşmə dediyi üçün biz bilirik ki, bu metal deyil. 1, 2, 3-cü qrupları çıxırıq. Bir tək elektron, deməli, birinci, ikinci, üçüncü qrupları çıxanda bir tək elektronumuz harda var? Bir tək elektronumuz NS1 birinci qrupda, NS2, NP1 üçüncü qrupda, bir də NS2, NP5 7-ci qrupda var. Və deyirik ki, metal uçucu olduğuna görə metal deyil. Deməli NS1, NS2, NP1 getib. Çünki onlar 3-cü qrup element, 1 və 3-cü qruplar onlar metallardır. 3-də bor istisna olmaqla. NS2, NP5-dir deməli bizim xarici elektron formulu.
xarici təbəqəsində elektron sayı. P-də bir dənə təkimiz var. Neçənci qrupdur? 7-ci qrupdur. Və deməli, deyirdik ki, qruplar üzrə oksigenə görə maksimum valentlik göstərir elementlər, hidrogenə görə isə minimum oksidləşmə dərəcəsini. Yəni, hidrogenə görə valentlik azalır, oksigenə görə valentlik artırdı. Deməli, baş oksidinin formulu X2O7, hidridinin bir dənə tək olduğuna görə mənfi bir oksidləşmə dərəcəsi göstərir. Hidridinin formulu isə XH olacaq. Olur cavabımız D variantı. 67-ci sualımızda qeyri-molekulyar quruluşlu maddəni müəyyən edin. Maddələr molekulyar, qeyri-molekulyar olmaqla iki yerə bölünürdü. Molekulyar quruluşlu maddələr molekullardan, qeyri-molekulyar quruluşlu maddələr atom və ionlardan təşkil olmuşdur. Burada da qeyri-molekulyar quruluşlu maddəni istəyir məndən. Çətin əriyən bərk maddələr qeyri-molekulyar quruluşlu maddələrdir. Burada da cavabımız olur qırmızı fosfor. 68-də fiziki və kimyəvi hadisəni verib bizə uyğunluğu müəyyən edin. Fiziki hadisə dəmirin paslanması. Dəmirin paslanması kimyəvi hadisədir. Deməli, bu getdi yuxarı. Fiziki hadisə quru buzun sublimasiyası. Sublimasiya fiziki hadisədir. Oksigenin ozona çevrilməsi. Oksigen qazı ozonator adlanan qurğuda ozona çevrilir. Deməli, bu kimyəvi hadisədir. Bu kimyəvi hadisədir. Deməli, bizim belə bir harda var? D variantında var belə bir sxemimiz. 68-ci sualımızın cavabı da oldu D variantı. Növbəti 69-cu sualımıza keçək. 69-cu sualımızda yenə də 69-cu sualımızda bizə nə verib? Hidrogen və oksigen izotoplarının əmələ gətirdiyi maddə kütləsi deuteriumu verib bizə. Hidrogen kütləsi 2 idi, 10 qramında olan neytronların ümumi sayı. Biz H2O-nun kütləsini hesablasaq, nisbi molekul kütləsini, deuterium verdiyinə görə hidrogen kütləsini 2 götürür, oksigen də 16 verib bizə. EYC deməli kütlə 20. İndi neytron sayına baxaq. Neytron sayı A-nı müəyyən edin. Neytron sayı. Deuteriumun bir dənə neytronu var, oksigen 8 neytronu var. Biri vurduq 2-yə, 2, üzərinə gəlsin 8, elə də 10 neytron. Deməli, bizim 20 qramımızda 10 enal sayda neytron var. 10 enal sayda neytron var və bizdən 10 qramında olanı istəyir. O da yarısı, yəni 5 enal eləyəcək. Deməli, cavabımız A variantı olmuş olur. 70-ci sualda uyğunluğu müəyyən edin yazıb. Hər eyni növ molekullardan ibarətdir. Eyni növ molekullardan ibarətdir. Saf maddələrə aiddir. Deməli, su və broma aiddir bu. Su və broma aiddir. Müxtəlif növ atomlardan ibarətdir. Hər üçünə aiddir. Saf maddədir. Deməli, su və brom. C bura aiddir. 2 aiddir. Və adi şəraitdə maye haldadır. C2 aiddir. Adi şəraitdə maye haldadır. Bromdur, sudur. Bəli, hər üçü adi şəraitdə maye haldadır. D bura aiddir. Müxtəlif növ atomlardan aiddir. Deməli, biz B-də neft qarışıqdır. Eyni növ molekullarda müxtəlif növ atomlardan aiddir. Hər üçünə aiddir. Eyni növ molekul.
ibarətdir, hər üçün aiddir. Saf maddə adi şəraitdə maye haldadır. Deməli, gəldik 69-cu sualımıza. 69-cu sualımızda bizə deyir ki, deməli, 10 qram suda olan, H2O-da olan neytronların sayını müəyyən edin, ümumi sayını və bizə deuteriumu verib. Deuteriumun kütləsi 2 olduğunu nəzərə alsaq, biz birinci H2O-nun kütləsini hesablayaq. Onda olacaq, deməli, deuteriumun kütləsini 2, 2-ni vurduq 2-yə 4 plus 16, yəni kütlə olacaq 20. Deuteriumun kütləsi 20 olacaq. Bu 20 qramdır. 20 qramda olan neytron sayını hesablayaq. Deuteriumda hidrogenin 1 neytronu, oksigenin də 8, vururuq 2-yə sayı 2 olduğuna görə 8 dənə də oksigində, elə də 10 neytron. Deməli, 20 qramda 10 Na-dır. Bizə istəyir 5 qramda olan, yox 10 qramda olan neytron sayını, o da yarısı qədər, yəni 5 Na olacaq. 5 Na cavabımız A variantı. 70-ci sualımızda deyir ki, bizə uyğunluğu müəyyən edin. Eyni növ molekullardan ibarətdir. Eyni növ molekullardan ibarətdir. Saf maddələrə aiddir. Su və brom saf olduğuna görə bura A. Müxtəlif növ atomlardan ibarətdir. Müxtəlif növ atomlardan brom bəsit maddə olduğuna görə bu eyni növ atomlardan ibarətdir. Müxtəlif növ atomlardan ibarətdir. Olur, neftlə suya aiddir. B. Su H2O-dur, neftə qarışıqdır. Saf maddədir. Saf maddədir, aiddir suya və broma, yəni 2-yə C. 2-yə AC, 1-ə B, 1-ə B, 2-yə AC. Adi şəraitdə hər üçü maye haldadır. D, deməli, üçüncüyə də D, cavabımız olur C variantı. 2s2 2p3 elektron formuluna malik X elementin əminə gətirdiyi X2 tipli molekul üçün doğru ifadəni müəyyən edin. Deməli, bunun 3 tək elektronu varsa, qrafik quruluşu olacaq. Xaricində PM səviyyəsində 3 tək elektronu var. Azot elementidir. Qrafik quruluşu belə olacaq. Yəni və yaxud da hər hansı X elementidir. Bu cür yazırıq. Amma elektron dövrü sistemdə yerini verib deyə biz artıq bilirik ki, 7-ci elementimiz azotdur. Olmasa belə 3 tək elektronu var deyə normalda 3 dənə rabitə əminə gətirməlidir. Biz deyirdik 3 qat rabitənin biri sigma, eksi pi rabitədir. Deməli, həm sigma, həm də pi rabitəsi var. 1 və 2 doğrudur. Polyar kovalent rabitəsi var. Polyar kovalent müxtəlif element, qeyri-metal atomlar arasındaydı. Bu eyni qeyri-metaldır. Ona görə qeyri-polyardır. 3-ü çıxırıq cavablarımızdan. Molekulunda X-in valentliyi 2-dir. Xeyr, rabitənin sayına bərabərdir. 3-ə bərabərdir. 4-ü də çıxırıq, qalır cavabımız 1, 2, 5 xətti quruluşludur. Bəli, sp hibridləşmə olduğuna görə 3 qat rabitə 180 dərəcə, o da xətti quruluşlu. 1, 2, 5 doğru cavabımızdır. Oksigen və azot üçün ümumi olanı müəyyən edin. Oksigen O2, azot N2, ümumi olan 2 atomlu bəsit maddə əminə gətirir. Doğrudur birinci. 3 atomlu bəsit maddə əminə gətirir. Bu yalnız oksigenə aiddir. O3. Deməli 1 doğrudur. İkinci səhvdir. Və allotropik şəkil dəyişmələri var. Azotun allotropik şəkil dəyişməsi yoxdur. Cavabımız olur yalnız 1 olur A variantı. 5,6 litr qazın həcmi 11-dir. Deməli, qazların normal şəraitdə həcmi 22,4 litrdir. 5,6 litrimiz 11-dirsə, 22,4 litrimiz ondan 4 dəfə çox. Deməli, eləyəcək X bərabərdir 44. Deməli, qazın molyar kütləsi 44-ə bərabərdir. Hidrogenə görə nisbi sıxlığını istəyir. Biz bilirik ki, nəyə görə deyilsə ona bölürük. Yəni, 44-ü bölürəm hidrogenin kütləsinə və alırıq cavabımız 22 C variantı. 6-cı qrupun əsas yarımqrup elementləri haqqında hansı ifadə yanlışdır? Uçucu hidrogeni birləşmə əminə gətirən nümayəndəsi var. Bəli, düz deyir. 6-cı qrupda H2S,
uçucu qazdır. P elementidir. 6-cı qrup necə bitir? NS2, NP4. P yarım səviyyəsində yerləşir D elektronumuz. Bəli, sonuncu elektronumuz deyirik P elementidir. Doğrudur. Qısa elektron formullarını biz artıq yazdıq. NS2, NP4-dür. Bütün nümayəndələrində həyəcanlanma mümkündür. Xeyr, 2S2, 2P4 olarsa, burada boş orbital olmadığına görə oksigen üçün deyirdik ki, həyəcanlanmır. Qrupun nömrəsinə uyğun valentlik göstərmir. Deməli, doğru cavabımız oldu D. 75-də proton sayları getdikcə artır, amma elektron sayları bərabərdir. Elektron sayları bərabərdir. Baxırıq ki, proton sayı X, Y, Z sırasında azalır və yaxud da Z, Y, X sırasında artır. Elektron sayları isə bərabərdir. Belə deyək, biz daha rahatım. Elektron sayları bərabərdir. Ən çox protonu olanın, ən çox proton olan hansındadır? A var, A'dadır. Bu daha az elektron alacaq. C ilə elektronlarının bərabər olması üçün. Deməli, B-ni neytral atomu götürsək, X-imiz elektron verib, daha doğrusu A-mız elektron verəcək. C isə elektron almış olacaq ki, Y-ə bərabər olsun. Çünki baxırıq ki, burada A-nın elektron, bunları məsələn elektron rəqəm qoysaq yerinə, 18 qoyuram bura. 18. Y də 18 olsa, B olacaq neytral atom. B neytral atomdur. Anion katyon olması üçün elektron alınıb verilməlidir. Ona görə biz B-ni neytral atom qəbul edirik. Çünki bunların aralığında yerləşən Y elementidir. Y-imiz Z-dən böyükdür deyə. Y-imiz Z-dən böyükdür deməli. Deməli, C elektron alıb. Misal üçün 17-dir və yaxud da 15, Z olacaq, 17-15 ola bilər. C elektron alıbsa C aniondur. B neytral atomdur. A isə olacaq, B neytral atomdur, harda var? Bunu düzgün görsək, C aniondur, B neytral atomdur, A olacaq, katyon olur. Cavabımız B variantı. A isə, yəni X-in proton sayı isə Y-dən böyükdür. Məsələn, tutaq ki, 20-dir bu da. X-ini verib, olub katyon. Olur cavabımız B variantı. Maddələri verib aqreqat hallar bir-biri ilə əmələ gətirdiyi qarışıq. X ilə Z, yox, Y ilə Z bir-birinə qarışır. X-imiz bərk haldadır, çöküb qabın dibinə. Deməli, biz ilk öncə bərki ayırmaq üçün süzürük. Bunu süzüb ayırıram. Y ilə Z bir-birinə qarışıb hər ikisi maye haldadır. Və bu üsulda distildə idi. Yəni, biz süzmə və distildə üsulunu. 77-ci sualımızda bizə deyir ki, XYO4-də oksigen kütlə payı, yəni 64 bölünsün, M-lə işarə eləsək, ümumi kütləni, bunu M-lə işarə eləmişik, bərabərdir A-ya. Y-in kütlə payı isə Y bölünsün, M yazmalıyıq. Çünki Y burada bir atomdur. O da A bölünsün 2-yə bərabərdir. A-mız nə qədərdir? 64 bölünsün M-dir. Onda buradan nəticəyə gəlir ki, A-mız bu A-dır. Burada nəticəyə gəlir ki, Y-in kütlə payı olur 32 bölünsün M. Yəni, Y-in nisbi atom kütləsi də elə oksigenin buradakı kütləsindən 2 dəfə azdır. Oksigenin buradakı kütləsi 64-dürsə, onda Y-in nisbi atom kütləsi 32 olmuş olur. 78-də xromda S elektronların ümumi. Xromda birdir ki, istisnamız var. Nə idi istisna? Sonu 4s1 ilə bitirdi. Yəni, elektron formulunu yazaq 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d-ni yazıb saxlayırdıq, 4s1,
D-yə 5 elektron. S elektronlarının ümumi sayı 2, 2, 4, 2, 6, bir dənə də 4S-də 7 cavabımız olacaq. 7A variantı. 79-da CH4-də karbon atomu hibridləşmiş vəziyyətdədir. Rabitənin əmrinə gəlmə sxemini müəyyən edin. Hibrid orbitallarında deyildik, bir tərəfi böyük, bir tərəfi balaca olur. Pi rabitəmiz yoxdur, çünki baxın, qrafik quruluşu belədir CH4-ün. Pi rabitəmiz yoxdur. Müxtəlif element atomları arasındadır. Sigma rabitə hibridləşmiş olduğuna görə cavabımız qalır C variantı. Hansı dövrü sistemdə mövqeyi doğru verilmişdir deyir. Bizə X elementi ikinci dövr, yarım qrup 5-dir. Bu doğrudur. Üçüncü dövr 6-cı yarım qrupdur. Bunu səhv verib, 4-cü verib. Dördüncü dövr 6-cı qrup əlavə yarım qrup olmalıdır. Bunu da səhv verib. Dördüncü dövr ikinci qrup əlavə yarım qrupdur. Deməli T-də düzdür. X-imiz və T-imizi doğru verib B variantı. 81-ci sualımızda kalsium oksid, NH3 və P4 birləşmələrində rabitənin tipini. Kalsium oksiddə ion rabitədir, çünki metalla qeyri-metal arasında. Deməli, kalsium oksiddə 3. NH3-də amoniakda kovalent rabitənin polyar növüdür, müxtəlif qeyri-metal atomlarıdır, ona görə 3, 2. P4-də isə qeyri-polyar kovalent rabitədir, bəsit maddə eyni növ atomlardan təşkil olunmuşdur. Bu 3, 2, 1 olur. E variantı. 82-də D elementinin oksidaşma dərəcəsini müəyyən edin. Natrium hər zaman müsbət 1-də oksidaşma dərəcəsi, oksigen mənfi 2-də oksidaşma dərəcəsi, kükürd isə H2SO4-ün qalığı olduğuna görə turşu qalığıdır. Burada da kükürdün oksidaşma dərəcəsi müsbət 6-ya bərabərdir. Dəmiri də X-la işarə etsə, oksidaşma dərəcələrinin cəbri cəmi 0-a bərabər idi. İndi biz bunu hesablayaq. Müsbət 1 üzərinə gəlinsin X, üstə gəlinsin, üzərinə gəlinsin. Kükürd 2 atom olduğuna görə 2-ni vurduq müsbət 6-ya, müsbət 12 üzərinə gəlinsin. Oksigen mənfi 8 vurulsun 2, mənfi 16 bərabərdir 0-a. Buradan da deməli X də bərabər olur müsbət 3-ə. Deməli, dəmirin oksidaşma dərəcəsi müsbət 3-dür burada. Ərimə temperaturu mənfi 15 dərəcə, qaynama temperaturu 45-dir. 55-də artıq bu qaz halındadır. Mənfi 5-də isə deməli, bunun əriyirsə mənfi 15-də maye haldadır. Qazdan mayəyə keçirsə, kondensasiyadır. Molekul arası məsafə azalır. 2 doğrudur. Hərəkət sürəti azalır olmalıdır. Temperatur azalıb deyə bir səhvdir. Buxarlanma prosesi baş verir. Xeyr, kondensasiyadır. 4 doğrudur. Sıxlıq da qazdan mayəyə keçdiyinə görə artır. 2, 4, 5 variantları doğrudur. 84-cü sualda natrium hidridin su ilə reaksiyası natrium hidroksid və hidrogen alınıb artıqlaması ilə əmsallaşdırmağa ehtiyac yoxdur. Götürülmüş su ilə qarşılıqlı təsirindən neçə litr H2 alınır? Baxırıq ki, natrium hidridin bizə burada verib kütləsini 24 qram. 24 qram reaksiyaya girəndə neçə litr? 22,4 litr alınıb, həcmini 1 mol hidrogen ayrılıb. 4,8 qramdan isə X-dir. X-i də tapacaq 4,48. 85-ci sualımızda bizə deyir ki, maqnezium asetatın neçə qramda 12 qram maqnezium var. Birinci maqnezium asetatın nisbi molekul kütləsini hesablayaq. Karbon atomu 4 atomdur, 4 vurulsun 12. Üzərinə gəlinsin, hidrogen atomu 6 atomdur, vurulsun 1. Üzərinə gəlinsin, oksigen atomu 4 atomdur, 2-dən möhtərizən xaricində 2 də yazılıb. Deməli, 4 vurulsun 16. Maqneziumun da kütləsi 24. Ömrünü hesablasaq 48. Üzərinə gəlinsin 6. Üzərinə gəl 64. Plus 24. Bu elədir 70. 64 ilə 6. 48 ilə də 24-ümüz 72. Yəni, bizim 142 qram maqnezium asetatımız var və burada 24 qramdırsa maqnezium, 12 qram maqnezium da bunun yarısında, yəni tənasüb qrupu 142-də 24-dür,
x də 12-dir. Yəni x-imiz də eləyəcək 2 dəfə az 71 qram. Cavabımız olur 71. Qeyri-metal atomları arasında baş verən reaksiya etənliyi sink metaldır, dəmir metaldır. Qalır cavabımız 2-4. 87-də deyir ki, x qazı əlavə olunduqda qabda atomların sayı 3 dəfə artır. Qabın içində 1 mol oksigen var, yəni 2 atom var. 3 dəfə artır dedikdə 6 atom olmalıdır. Deməli, biz bura 4 atom əlavə eləməliyik. 2 mol oksigen atomu var, çünki 4 atom əlavə eləməliyik. 4 atomumuzda 2 mol x üçündür. Deməli, 1 mol x-də 2 atom var. Baxırıq, 1 mol x-də 2 atom B-də var, bir də Y-də var. Deməli, birinci olur B, Y. İkinci üçün baxsaq, 4 dəfə artır, yəni 8 atom olmalıdır və bunun ikisi də oksigendir. Deməli, mən 6 atom əlavə eləməliyəm. 2 mol x-də 6 atom varsa, x-imiz neçə atomlu olmuş olur? 3 atomlu. Bu da CO2 və O3D, AD. İkinciyə də AD uyğun gəlir. NH3 isə 4 atomludur. Burada bizə verilib, deməli, X2O-nun kütləsinin molundan asılığı. Biz birinci X-in nisbi atom kütləsini hesablayaq. Deməli, 2X plus 16 neçəyə bərabərdir? X2O-nun nisbi molekul kütləsini tapaq verilən qrafikə əsasən. 0,5 molumuz 7,2 qramdır. 1 molumuz x-dir. 7,2-ni bölməliyik 0,5-ə. Yəni 720-ni bölürəm 5-ə. Buradan da alacaq deməli 1, 22-nin içərisində 4 dəfə, 20-cə 144. Yəni bərabərdir 144-ə. Buradan da 2x bərabərdir 144-dən çıxırıq 16-nı. 8 burada 128. X də bərabərdir 64-də. X-in nisbi atom kütləsi, yəni 1-in cavabını tapdıq 64. Və deyir ki, maddədə elementlərin kütlə nisbətini müəyyən edin. X-in nisbi atom kütləsi 64-dür, yəni oldu 128-in silək. Sən də silək. 128-in oksigen kütləsi 16-dır. İxtisar eləyirik. 4-ə getsəm, burada qaldı. 4-ə ixtisar eləyək. 32, burada da 4. Bu da elə ixtisar gedir. 8-in 1-ə nisbəti. Kütlə nisbəti 8-in 1-ədir. Bu da olur ikinci. Birinci 64, 1-ə 64 yazırıq. İkinci də 8-in 1-ə nisbətində tapdıq. 89-da qarışıqlar verib ayrılmış sular uyğun gələnləri yaz. Xörək duzu su buxarlandırmadır. A. Buxarlandırma və ya kristallaşdırma da ola bilər. Neftlə su durultmadır. Xörək duzu və su üçün buxarlandırmanı yazsaq daha uyğun olar. Neftlə su durultma, ayrıcı qıf, durultma. Neft isə distillə. C-yə də distillə. 90-cı sualımızda bizə verib 40 qram kalsium üzərinə 40 qram kükürt əlavə eləsək, kalsiumun kükürtlə reaksiyasını yazaq. Kalsium üzərinə gəlinsin kükürt. Alınıb kalsium S. 40 qram üzərinə 40 qram kükürt əlavə edərək maddələrdən biri tam sərf olunur. Baxırıq ki, deməli, bunu da 40 götürsək, bunu da 40 götürsək, tam sərf olunan kalsium olacaq. Çünki 1 mol kalsium sərf olunur. O da elə kütləsi 40-dır. Kükürtdən 8 qram artıq qalıb. Reaksiyadan sonra artıq qalan maddənin kütləsi 8. Deməli, birinci oldu 8. Və reaksiya məhsulunun kütləsini 40 qram kalsium sərf olunub. 32 qram da kükürt. Deməli, məhsulun kütləsi olacaq 72